Hörmətli xanım sədr, hörmətli cənab baş nazir, hörmətli hökumət üzvləri, millət vəkilləri. Hökumətin 2026-cı il büdcə layihəsi üzərində çox gərgin iş apardığı, bizə ümumi xarakterli sənədlərlə yanaşı xidməti istifadə üçün digər əyani ümumiləşdirilmiş icmalların təqdim olunmasında da özünü biruzə verir. Həm Maliyyə Nazirliyi, həm Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən büdcənin asan anlaşılması üçün ayrıca vəsaitlər də təqdim olunub. Eyni zamanda həmişəki kimi Hesablama Palatasının peşəkar rəyinin həm geniş formatda, həm də daha rahat anlaşılan xülasə formatında təqdim edilməsi də millət vəkillərinin layihə üzərində araşdırmalar aparmasını xeyli asanlaşdırmışdır. Bu addımları təqdir edirəm və zəhməti keçənlərə təşəkkürümü bildirirəm. Bilindiyi kimi, büdcə sənədi yalnız onu təqdim edən hökumətin məsuliyyəti ilə bağlı məsələ deyil, həm də onu qəbul edən Milli Məclisin məsuliyyətidir. Ona görə də bizim Milli Məclis üzvlərinin baxışında prioritet prinsip bu büdcənin ölkənin qarşısında duran riskləri doğru təsbit etməsi və onun optimal qarşılama yolunun tapılması ilə bağlıdır. Bu risklərin birincisi şübhəsiz ki, müdafiə və təhlükəsizlik riskidir. Komitə sədri hörmətli Azər Əmraslanov haqlı olaraq qeyd etdi ki, bu ilk növbədə təhlükəsizlik büdcəsidir. Xərclərin 8,7 milyardının bu istiqamətdə yönəldilməsi də indiki beynəlxalq vəziyyətdən qaynaqlanan və gələcəkdə hələ müharibə riskinin, müəyyən qarşıdurma riskinin olmasını nəzərdə tutaraq belə bir addım atılmasını ehtiva edir. Eyni zamanda bu məsələdə komitə sədri Azər müəllim haqlı olaraq bu ikinci böyük riskin də əsasən sosial risklər olduğunu xatırlatdı və sosial xərclər də büdcənin 41%-ni əhatə edir. 17 milyard manat ötən ildəkindən 2,4 milyard manat çox vəsait ayrılır. Amma burada bir nüansı biz diqqətə almalıyıq ki, Azərbaycan əhalisinin əmək haqqı 2500 manatdan yuxarı olan hissəsi əhali sayının 5,5%-ni əhatə edir. Qalan demək əhalinin 1,5 milyon nəfəri 2500 manatdan aşağı maaş alır və bu da az təminatlı insanların sayının əhəmiyyətli dərəcədə olduğunu göstərir. Ona görə də sosial xərclər o səviyyədə dəqiq xərclənməlidir ki, bu daha yoxsullaşma səviyyəsinin daha da aşağı düşməsinə imkan tanınmasın. Eyni zamanda muzla çalışan işçilərin sayının da 1,8 milyon nəfər olması sosial sığorta haqlarının ödənilməsi istiqamətində gələcəkdə nə qədər çətinlik olacağını göstərir. Üçüncü, bizim ən vacib məsələlərdən biri ərzaq təhlükəsizliyi riskidir və ərzaq məhsullarının qiymətinin qalxması da böyük bir problemlər yaradır və ən maraqlı oldu ki, Azərbaycan əhalisinin 36%-nin kənd təsərrüfatında çalışması qeyd olunsa da, bunların ümumi daxili məhsulda payı 6%-dir. Bu, istənilən Avropa ölkələri ilə müqayisədə çox aşağı bir çəkiyə malikdir və kənd təsərrüfatının da əslində bu rəqəmlərin özü də çox sürətlə dəyişəndir. Kənd təsərrüfatında çalışanların sayı da sürətlə azalmaqdadır. Ona görə də bu birinci növbədə burada da qeyd olunduğu kimi milli iqtisadiyyatımızda gəlir yaratmaq potensialı, sahibkarlıq potensialından istifadə etməyin səmərəliliyi əsas vacib şərtlərdən biridir. Burada başqa ölkələrdə daha çox diqqət qeyri-neft sektorunda turizmin inkişafına yönəlir. Bizdə turizmin inkişafı ilə bağlı da vəsait ayrılıb, amma hesab edirəm ki, bunu artırmaq lazımdır. Çünki bu sahədə daha böyük risklər var. Birinci növbədə baş verən hər hansı bir xaricidə münaqişə istər-istəməz turizmə təsir edir. Yolların bağlı olması təsir eləyir və bu da qeyri-neft sektorunda gəlirlərin səviyyəsini müəyyən dərəcədə aşağı salır. Eyni zamanda bir vacib məsələyə toxunmaq istəyirəm. Azərbaycan-Özbəkistan prezidentləri 2027-ci ildə Dünya çempionatının Azərbaycanda və Özbəkistanda keçirilməsinə müraciət ediblər və bu müraciət də nəzərə alıbdır. Amma qeyd etmək lazım ki, ölkədə 34 peşəkar klub qeydiyyatdan keçib, onların yalnız 5-nin beynəlxalq standartlara cavab verən təlim məşq bazası var və cəmi beynəlxalq standartlara cavab verən 7 stadion var. Ən acınacaqlı da odur ki, uşaq gənclər məktəblərində 65 gənclər məktəbində cəmi 5 meydança var və bunlar hamısı bizim bu yarışa nə dərəcədə hazırlanmamızın göstəricisidir. Ona görə də bu istiqamətdə də ciddi işlər görülməsi vacibdir. Diqqətinizə görə təşəkkür edirəm.